Aprelin 18-i dünyada beynəlxalq abidələr və tarixi yerlər günü kimi qeyd olunur. Bu əlamətdar gün tarixi yerlər və abidələrin mühafizəsinin şurasının təklifi ilə UNESCO tərəfindən 1983-cü ildə təsis olunmuşdur. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir. İnsanların yaratdığı abidələr, yaşadığı yerlər zahirən dilsiz olsa da mövcud durumu ilə bizə çox şey söyləyir. Abidələrin və tarixi yerlərin dağıdılması xalqın, millətin varlığını məhv etmək deməkdir. Təkcə 20-ci əsrdə baş vermiş 2-ci Dünya müharibəsi nəticəsində nə qədər dağıntılar var. Hazırda dünyada minlərlə abidə məhv olmaq təhlükəsi ilə üz-üzədir. Bu baxımdan beynəlxalq abidələr və tarixi yerlər gününün təsis olunmasının böyük əhəmiyyəti vardır. Abidələrimizin və tarixi yerlərimizin məhv olmaq təhlükəsi ölkəmizin bəzi bölgələrindən də yan ötmədi. Torpaqlarımızın 20%-i işğal altında olarkən milli mədəniyyət abidələrimiz qəddarcasına dağıdılıb, erməni terrorçuları tərəfindən zəbt olunmuş. Qədim Azərbaycan torpaqlarında olan Dağlıq Qarabağ və ona bitişik rayonlarda 13 dünya əhəmiyyətli, 6 memarlıq, 7 arxeoloji, 292 ölkə, 330 yerli əhəmiyyətli memarlıq, arxeoloji, bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi məhv edilmişdir. Həmçinin bu ərazilərdə 40 mindən artıq əşyanın toplandığı 22 muzey, yüzlərlə mədəni maarif müəssisələri düşmən tapdağı altında məhv olunmuşdur. Bugün Qarabağ işğaldan azad olunsa da, Qarabağda 30 ildən artıq işğal altında qalan, erməni əsarətində qalan tarixi abidələrimizin məhv olma dərəcəsində çatdırılması bizim hər birimizi narahat etməlidir. Mən bugün Cəbrayıl rayonu ərazisində qalmış və tarixi demək olar ki, məhv edilməsinə qədər gətirib çıxarmış abidələrimizin bir neçəsindən danışmaq istəyirəm. Dünya əhəmiyyətli tarix, memarlıq abidələri arasında ən çox ziyan çəkən eramızdan əvvəl 2-ci minilliyin sonlarına aid olan və Orta Tunc dövrü insanlarının yaşayış izlərini daşıyan Üzərlik təpə arxeoloji abidəsidir. Qutlu Musa türbəsi baxımsızlıqdan qəzalı vəziyyətə düşmüşdür. Türbənin fəsadlarının bəzəyən unikal divar rəsmləri boyanaraq məhv edilmişdir. İnteryerində oyma naxışlı daş biltələr isə dağıdılmışdır. Şuşa şəhərinin tarix mərkəzində yerləşən abidələr şəhərin 90-cı illərində ermənilər tərəfindən bombardman edilməsi zamanı ciddi zədə almışdır. Cəbrayıl rayonu ərazisində dağıdılmış tarixi abidələrimiz Sultan Allahverdi hamamı, Xubiyarlı türbələri, Şıxlar türbəsi, Çələbilər məscidi, Papı məscidi, Daşkəsən məscidi, Qərb məscidi kimi tarixi abidələrimizin qalıqları ilə bugün rastlaşırıq. Abidələrin və tarixi yerlərin öz görkəmləri ilə xalqlarına hər an kimliyini, nəyə qadir olduğunu xatırladır. Vətən sevgisi və ona sadiqlik hissini aşılayır. Bugün Qarabağda quruculuq işləri gedir. Lakin məhv olmuş tariximizi, məhv olmuş abidələrimizi biz 30 il əvvəlki kimi qurub yarada biləcəyikmi?